Zəngəzur dəhlizinin açılmasının rəsmi İrəvan tərəfindən süni şəkildə ləngidilməsi Ermənistanın özü üçün uzun müddətli və ciddi itkilərlə nəticələnə bilər. Bu layihənin reallaşması Ermənistanın regional ticarət yollarına qoşulması və iqtisadi təcriddən çıxması üçün əlverişli fürsətdir. Lakin bu fürsəti təhlükə kimi qələmə verən erməni siyasi dairələri, xüsusilə qərb yönlü revizionist qüvvələr regiondakı sabitlik perspektivlərini də baltalayırlar. Azərbaycan isə alternativlər üzərində əməli fəaliyyətə keçib. Artıq nəqliyyat və dəmir yolunun böyük hissəsi inşa olunub. Naxçıvanla birləşdirici digər kommunikasiya xətlərinin, xüsusilə Türkiyə vasitəsilə reallaşdırılan İğdır-Naxçıvan dəmir yolu və avtomobil yolu layihələrinin gerçəkləşdirilməsi göstərir ki, Bakı prosesin dalana dirənməsinə imkan verməyəcək. Türkiyə Zəngəzur dəhlizinin açılmasını regionda iqtisadi və siyasi inteqrasiyanın gücləndirilməsi baxımından vacib hesab edir. Bu vəziyyətdə Ermənistan özü seçim qarşısındadır. Ya regionun bir hissəsi olmaq üçün əməkdaşlıq yolunu tutacaq, ya da bu inteqrasiya imkanından məhrum olacaq. İrəvanın dəhlizi bloklaması Azərbaycanın planlarına əngəl yaratmır. Əksinə, Ermənistanın iqtisadi inkişafına, tranzit ölkə olmaq potensialına və ümumilikdə regional nüfuzuna böyük zərbə vurur. Zəngəzur dəhlizinin reallaşmasına əngəl olan Ermənistan bir məqamı unudur ki, Azərbaycanın bir çox alternativləri var. Onlardan biri də İran üzərindən Naxçıvana avtomobil və dəmir yollarının açılışını həyata keçirməkdir. Mövcud müzakirələr göstərir ki, Bakı alternativ yollarla regional inteqrasiyanı təmin etmək əzmindədir.